Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq, Əmək və Sosial Siyasət Komitələrinin iclasları keçirilib. Hər iki iclasda bir sıra qanun layihələrini əlavə və dəyişikliklər müzakirə edilərək Ali qanunverici orqanın plenar iclasına tövsiyə edilib. Əmək və Sosial Siyasət Komitəsinin iclasında əmək pensiyaları haqqında qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edildi. Layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirdi ki, sənəddə 98 dəyişiklik təklif olunur. Bütövlükdə demək, kişilərin də, qadınların da pensiya yaşını 65-ə çatdırmaq nəzərdə tutulub. Mən bunu yenə də istəyirəm belə bir bərkdən deyəm ki, bu o demək deyil ki, sabahdan bu adamlar pensiyası 65 yaşından hesablanacaq. Bu qadınlar üçün 10 il müddətində hər dəfə yarım il demək bunun pensiya yaşı artacaq. Millət vəkillərinin müzakirəsindən sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov layihə ilə bağlı fikirlərini bildirdi. Pensiya hüququnun əldə etməyin şərtləri dəyişir. Bugün artıq 12 il staj deyilən bir şərt ortaya qoyulur. Yaş bəli, yaşa gəlib çatmaq lazımdır. Və mən bayaq onu deyirdim, sonra gələcəm onun üçünə. Birazdan yaşı da götürəcək, yaş olmayacaq artıq. Artıq insanın pensiya hüququ əldə eləməsi üçün onun neçə il stajı olması heç bir rol oynamır. Baxılır onun hesabında yığılan vəsaitə. Onun hesabında yığılan vəsait bölünür 144 aya. 144 ay nədir? 2006-cı ildə biz bu qanunu qəbul edəndə hesablamışdıq ki, Azərbaycanda pensiya sistemində olub, oradan pensiya alma müddəti ortalama 12 il. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu. Eyni zamanda veteranlar haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycanla Belarus hökumətləri arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin tətbiqinə dair qanun layihəsi plenar iclasın müzakirəsinə tövsiyə edildi.